Salam, Magda post-insan dövründən danışırıq. Texnologiya bizi dəyişdirdi, yoxsa biz texnologiyanı? Bədən, ağıl, ruh. Bütün bunlar gen mühəndisliyi qarşısında necə dayanacaq? Bəzən elə bilirik ki, texnologiya yalnız xaricdə yaranır, amma onun toxumları elə burada, Azərbaycan gənclərinin ideyasında cücərir. Bugün müsahibimizlə süni intellekt sahəsinin ölkəmizdəki rolunu və vəziyyətini müzakirə edirik. Maliyyə dəstəyi hələ də bizim istədiyimiz səviyyədə deyil. Yəni bir ölkənin böyüklüyünü nəzərə almaq lazımdır, bir də bazar həcmini nəzərə almaq lazımdır. Bu Avropada daha böyük imkanlar var. Amma bunu yavaş-yavaş aşılır. Məsələn, əvvəl bizdə ümumiyyətlə mentor dəstəyi olsun, icmalaşma olsun, bunlar yox idi. Amma artıq bunlar var. Məsələn, AI ilə bağlı, data ilə bağlı, analitika ilə bağlı kifayət qədər icmalar var, kurslar var və bunlar təmənnalı və ya təmənnasız mentor dəstəyi göstərirlər. Xaricdəki imkanlarla müqayisədə bizim gənclərin qarşısında duran ən böyük maneə nədir? Həm ölkədə bir boşluq var, həm də coğrafiyada. Çünki məsələn chatbot üzərindən, süni intellekt üzərindən getsək, hansı ki bir sual veririk, onlar bizə cavab verirlər. Burada dilin ciddi problemləri var. Onları biz lokal səviyyədə, yəni ölkə daxilində həll edə bilsək, köhnə MDB məkanı dediyimiz yerdə məsələn özbək dili, tacik dili, qazax dili bunlar bir-birinə yaxın dillərdir və onların da problemini həll edərək həmin bazarda yeni layihələr, yeni startaplar çıxarda bilərik. Bəzən deyirlər texnologiya insanı dəyişir, amma digər tərəfdən baxanda əslində onu yaradan insanlar, yəni gənclər dünyanı dəyişir, həyatımızı asanlaşdırırlar. Bəs görəsən gənclərin özü post-insan dövrünə hazırdır? Texnoloji terminlər haqqında nə qədər məlumatlıdır? Aldığımız sorğudan birlikdə öyrənərik. Rəqəmsal əkiz nədir? Fikrim yoxdur, bilmirəm. Yalan deyirəm vallahi, bilmirəm. Məlumatım yoxdur. Sizcə Metaverse nədir? Metaverse bildiyim qədərilə bir süni intellektlə yaradılmış bu dünyanın internetdə və yaxud da ki, hər hansısa bir sosial platformalarda əks olunmasıdır. Məsələn, müəyyən oyunlar var ki, reallıqdan alınır və bir nöqtədə reallığa əks etdirir oyunlarda. Yəni belə deyək də, reallığın dünyanın digital aləmdə öz əksini tapması. Rəqəmsal əkiz nədir? Rəqəmsal əkiz insanın yarada bilmədiklərini öz əməyi vasitəsilə yaratdığıdır. Məsələn, robot texnikanı mən buna aid edə bilərəm. Filmlərdən baxdığım, məsələn, Artificial Intelligence filmi var. Orada yəni insanın duyğu və düşüncəsini sanki robotun üzərində ixtira edir, yəni robotun üzərində yaradır və burada insanın bəzən hissləri ki var, duyğular ki var, o robot vasitəsilə ötürür. Qonağımız innovasiya və rəqəmsal texnologiyalar üzrə mütəxəssis Bəxtiyar Həsənov, fəlsəfəçi, gənc tədqiqatçı Ağalar Qəribovdur. Xoş gəlmisiniz. Xoş gördük. Xoş gördük. Birlikdə post-insan dövrünün nə olduğunu müzakirə edəcəyik və inanıram ki, mövzu hər ikiniz üçün çox maraqlıdır. Şəxsən mənim üçün maraqlıdır və son nəticəni müəyyənləşdirmək istəyirəm. Gəlin ilk sualımız belə olsun. Texnologiyanın inkişafı sizi qorxudurmu? Əslində texnologiya sahəsində olan biri olduğum üçün məni qorxutmur. Niyə? Çünki bütün işlərimiz artıq sırf texnologiyanın ətrafında inkişaf edir, texnologiya sahəsindən pul qazanırıq, texnologiya sahəsindən inkişaf edirik və eyni zamanda müxtəlif sahələrdə belə deyə inkişaf etməyi bacarırıq və hazırda da texnologiya deyiriksə artıq 2025-ci ildə bu bərabər olub süni intellektə. Süni intellekti də biz özümüz yaratmışıq, texnologiyanı yaratmışıq, indi texnologiya bizim üçün yaradan bir mövqeyə çevrilib hazırda. Yəni bu qədər əslində texnologiyaya yaxın olmağını istəyirsiniz ki, yəni texnologiya sahəsinin adamısınız da, daha da sizin üçün qorxulu etməməlidir bu vəziyyəti. Çünki daha çox aşinasınız, daha yaxşı tanışsınız. Təbii ki, nisbətən insana əvvəl elə gəlir ki, əgər texnologiya sahəsindən biri deyilsinizsə, texnologiya getdikcə sizi əvəzləyəcək, amma sırf texnologiya sahəsinin içində olan insan artıq texnologiyanı özü üçün bir alətə çevirdiyi üçün artıq əmin olursan ki, yox, o səni əvəz eləmə mövqeyində hələ ki deyil. Növbəti illərdə bəlkə gələcək dövrdə ola bilərmi? Hələ ki nisbətən onu bilmirik, amma hazırda bizim idarəmizdədir deyə bilərik məncə. Aha, sizdə necədir vəziyyət? Qorxudur sizi? Əslində bəşəriyyətin inkişaf tarixi hansısa mənada məhz texnologiyaların inkişaf tarixidir və insan ilk texnikanı yaratdığı andan həm də onu istifadə elədiyi, onun belə deyək, bir növ fəaliyyət mexanizmi olan texnologiyaları da ortaya çıxarıb və bu mənada bugünkü texnologiyanın inkişaf vəziyyəti təbii olaraq bizim bilik bacarıqlarımıza proporsionaldır, buna uyğundur. Bu baxımdan hal-hazırda qorxulacaq bir situasiya yoxdur. Lakin perspektivə baxanda təbii ki, bu bizim azadlığımızı nə dərəcədə məhdudlaşdıracaq, bu bizim ləyaqətimizi qorumağa nə dərəcədə şərait yaradacaq və bizim məsuliyyət hissimizin çərçivələri nə qədər genişlənəcək və ya daralacaq. Ləyaqətimizi əlimizdən alacaq?
Məsələ bundan ibarətdir ki, bunun üçün biz ləyaqət anlayışını və texnologiyanın inkişafını qarşı-qarşıya qoymalıyıq və ləyaqət təbii ki, insanın özünə verdiyi dəyər, özünə olan ehtiramıdır. Və bu mənada texnologiyanın inkişafı bir növ insan şəxsiyyətinin sərhədlərini dəyişir. Yəni formal olaraq insan eyni görünüşdə qalsa da mahiyyət etibarilə müəyyən dəyişikliklərə məruz qalır. Bu onun şuurunda, eyni zamanda həyat tərzində özünü göstərir və təbii olaraq bunun qarşılığında insanın ləyaqət hissində dəyişikliklər baş verəcək. Amma bu dəyişikliklər necə baş verəcək? Konkret texnologiyanın həmin insanın həyatında və cəmiyyətin həyatında tutduğu mövqe ilə bilavasitə əlaqə olacaq. Ona görə bu suala birbaşa hə və ya yox cavab vermək çox çətindir. Yaxşı, siz necə təxmin edərdiniz? Məsələn, növbəti hardasa 30 ili, 30 il sonranı. Əslində biz həm də müəyyən bir iqtisadi reallıqların içərisində yaşayırıq və texnologiyaların inkişafı da məhz bu iqtisadi reallıqlara və şərtlərə uyğun şəkildə baş verir. Və yaşadığımız neoliberal bazarın davamlı olaraq monopoliyalaşma şərti, əgər bu belə deyək, məntiqlə davam edəcəksə, öz növbəsində bu bizi ona gətirib çıxaracaq ki, artıq texnologiyalar böyük şirkətlərin əlində bir növ gəliri monopoliya formasında əldə etmə imkanına çevriləcək və bu öz növbəsində o təhlükəni yaradacaq ki, böyük insan kütlələri öz azadlıqlarını, yəni iqtisadi təkcə yox, həm də mənəvi azadlıqlarını ifadə etməkdə çətinlik çəkəcəklər. Çünki onların bütün düşüncələri artıq bir növ öncədən müəyyənləşdirilən qəliblərin çərçivəsi ilə ifadə edilə bilən hala gələcək və təbii ki, bu ilk baxışdan çox qorxulu görünür. Yəni sualın cavabı belədir. Bu texnologiyalar kimin əlində olacaqsa, bu texnologiyanın insanlara xidmət etmə şərtləri də məhz bununla müəyyənləşdiriləcək. Yəni əgər bu monopoli şirkətlərin əlində olacaqsa, təbii ki, bu yaxşı heç nə vəd etmir. Yox, əgər ictimai mülkiyyət şərtləri genişlənəcəksə, bu texnologiyaların bir növ sahiblik hüququ daha çox sayda insana məxsus olacaqsa, bu öz növbəsində təbii ki, əksinə yalnız müsbət nəticələri gətirib çıxara bilər. Siz necə düşünürsünüz? Əslində Rəqəmsal diktaturada yaşamaq yaxşıdır yoxsa? Pis, gəlin buna cavab alaq, sonra fikrinizi tamamlayırsınız. Rəqəmsal diktaturada yaşamaq dedikdə əslində hansı perspektivdən baxırıq biz onu dəyərləndirməliyik. Məsələn, yaxşı bir nüansə toxundu ki, hazırda biz rəqəmsallaşma yolunda gedirik. Məsələn, nə baş verir? Süni intellektdən yəqin ki, hər birimiz istifadə edirik hazırki dövrdə və süni intellekt artıq 2023-cü ildən bu yana 2 ildir ki, həyatımızda aktiv bir rola çevrilib. Müxtəlif şirkətlərin yaratdığı süni intellekt chatbotları ilə və s. Artıq biz öz əlimizdən öz süni intellekt əkizimizi yaratmışıq. Necə etmişik? Chatbotla danışırıqsa biz əgər müxtəlif hal, əhval-ruhiyyəmizi, hansı problemlərlə qarşılaşdığımızı, hansı problemləri həll etmək istədiyimizi və yaxud da özümüzə məxsus olan dəyərləri artıq biz ora ötürmüşük və həmin chatbotlar artıq bir növ bizim rəqəmsal əkizimizə çevrilir. Məsələn, 2 il əvvələ biz gedib baxsaq, çox az adam düşünərdi ki, bəlkə də süni intellekt Azərbaycan dilində hətta ləhcələrə uyğun danışa biləcək. Amma biz artıq elə dövrə çatmışıq ki, 2 il keçib və süni intellekt çox asan bir şəkildə Azərbaycan dilində danışır. Təhlükələr və risklər haqqında nə düşünürsünüz? Təhlükələr və risklər ən əsas mövzudur. Təhlükələr və risklər ondan ibarətdir ki, hazırda böyük süni intellekt şirkətləri öz belə deyim, təhlükəsizlik siyasətləri daxilində sizə imkan verir ki, məsələn, sizin görüntünüzdən və yaxud da sizin səsinizdən kimlər istifadə edə bilər. Məsələn, ən yeni təqdim olunan Sora süni intellektində belə bir funksionallıq var ki, həmin sizin süni intellekt avatarınızdan, yəni süni intellekt əkizinizdən, sizin görüntünüzlə, sizin səsinizlə kimsə video yarada bilsin ya yox, belə bir məsələn opsiya sizə təqdim edir. Əgər siz bunu təhlükəsizlik siyasəti çərçivəsində bağlı saxlasanız, təbii ki, heç kim hazırda mövcud olan alətlərdən istifadə edərək sizin təhlükəsizliyinizi poza bilməz. Amma bu digər bir tərəfdən də bir sual yaradır. Artıq mənim süni intellekt əkizim OpenAI-da məsələn var. O bunu necə istifadə edəcək? O artıq növbəti belə deyim dövrlərdə müzakirə olunacaq əsas mövzulardan biridir. Çünki hazırda beta mərhələsində bu test olunur, ictimaiyyətə açılacaq və ondan sonra biz nəticələrini görə biləcəyik. Aha, düzdür, bizim üçün qaranlıqdır, amma gəlin indi biz Ağalar bəydən bu barədə biraz cavab almağa çalışaq. Yəni etikdirmi? Siz etik hesab edirsinizmi? Baxın, bu məsələ haqqında danışan bugün çox sayda filosoflar var və bunların içərisində məsələn Zubovu fərqləndirə bilərəm. Onun maraqlı bir konsepsiyası var və bugün bu anlayış çox geniş şəkildə istifadə olunur. Rəqəmsal feodalizm. Onun ifadə etdiyi məqam bundan ibarətdir ki, əslində bunun üçün biz bir qədər feodalizm şərtləri haqqında danışmalıyıq. Feodalizmdə azadlığa malik olan suveren sayılan yeganə şəxslər feodallardır. Yəni yalnız onlar öz ləyaqətlərini, məsuliyyətlərini
dərk edə bilən şəxslərdirlər və məsuliyyətlərində həmçinin. Yəni bu triada ümumiyyətlə insan üçün çox vacibdir. Azadlıq, ləyaqət və məsuliyyət. Və onun kənarında digər insanlar üçün bu anlayışlar bir növ boş məfhumlardır. Yəni söz formasında var, amma onların həyatında yoxdur. Və süni intellektin inkişafı eyni zamanda sadəcə süni intellektin deyil, ümumiyyətlə internet texnologiyalarının inkişafı bir növ şirkətlərin əlində çoxlu sayda məlumatların formalaşmasına, toplanmasına rəvac verir və Bəxtiyarın da qeyd etdiyi kimi, əslində bu informasiyalar bizim haqqımızda bizim dəyərlərimizi belə ehtiva edir və bu baxımdan yəni sual yarana bilər ki, hər hansısa bir situasiyada həmin o məlumatlar bizə qarşı istifadə oluna bilərmi və yaxud da ki, biz nə dərəcədə bu şərtlərdə təhlükəsizlik, yəni hər hansısa bir insan öz fikirləri ilə, azad fikirləri ilə artıq təhlükəli sayıla bilən bir şəxsə çevriləcəksə, bu zaman artıq onun bütün məlumatları ona qarşı istifadə oluna biləcək və yaxud da hər hansısa bir qrup insana qarşı istifadə oluna biləcək və yaxud da müharibələrdə böyük korporasiyalar bu məlumatları satacaqlarmı və yaxud da böyük şirkətlərə, məsələn, mobil telefon istehsal edən şirkətlərə bu məlumatları təqdim edəcəklərmi ki, məsələn, bu insanlar filan model telefonlardan xoşları gəlir və onlara bu məlumatları, bu telefonları siz daha reklam eləməklə daha yaxşı nəticələr əldə edə bilərsiniz. Yəni öz növbəsində dediyimiz kimi, yəni bu rəqəmsal feodalizm anlayışı təbii ki, səslənəndə belə insanı artıq narahat edir və onun mahiyyətinə varanda düşünəndə ki, yəni texnologiya bizim ətrafımızda əlbəttə ki, yeni hüdudlar açır, yeni üfüqlər genişləndirir, amma digər tərəfdən də ətrafımızdakı həmin o görünməz sərhədləri, hasarları bir növ sanki get-gedə sıxlaşdırır və biz hiss olunmadan onların içərisində daralmağa başlayırıq. Yəni bu mənada təbii ki, xoşagəlməzlik duyğusu müəyyən qədər var. Texnofeodalizm əlbəttə ki, təbəqələşmə haqqındadır həm də biraz. Gəlin bu texnologiyanın yaratdığı təbəqələşməyə biraz da başqa aspektdən yanaşaq. Necə? Texnologiya həmişə hər kəs üçün əlçatan deyil. Bu gələcəkdə də sizcə belə olacaqmı? Bu mənada texnologiya təbəqələşmə yarada bilərmi? Təbii ki, texnologiyada təbəqələşmədən danışırıqsa əgər, məsələn, hazırda qeyd elədik ki, məsələn, smartfon brendləri istəyir ki, süni intellekti özünə inteqrasiya eləsin. Amma Apple şirkəti, məsələn, bu il 10 illik iclaslar adlandırırlar onlar və həmin 10 illik iclaslarda vacib strategiyalar müəyyənləşdirilir. Məsələn, Apple-ın vacib rəhbər şəxslərindən biri qeyd elədi ki, orada növbəti 10 il ərzində bizim üçün artıq ən vacib məhsul, ən çox satdığımız smartfon olmayacaq, süni intellekt olacaq. Və digər smartfon şirkətlərinə də baxsaz, onlar üçün əsas strategiya nədən ibarətdir? Ənənəvi istifadə etdiyimiz smartfonları süni intellekt cihazlarına keçirmək. Məsələn, ən böyük Çinli smartfon istehsalçılarından biri bu ilin fevral ayında 10 milyard dollarlıq investisiya planını açıqladı ki, biz süni intellektə əsaslanan smartfonlar təkmilləşdirəcəyik növbəti 5 ildə. Artıq bundan sonra başlayır təbəqələşmə prinsipi. Nədən ibarətdir? Məsələn, siz öz həyatınızda süni intellektə əsaslanan cihaza keçəcəksinizmi? Siz süni intellekt texnologiyalarını öz həyatınızda necə istifadə edəcəksiniz? Təbii ki, hazırda biz ənənəvi smartfonlardan istifadə edirik və yüklədiyimiz hər hansısa bir süni intellekt tətbiqi çərçivəsində süni intellektin imkanlarından yararlanırıq. Amma 5 və yaxud da 10 il sonra artıq süni intellekt özü bir cihaza çevriləndə artıq orada təbəqələşmə başlayacaq ki, bəzi insanlar süni intellektə əsaslanan cihazlar işlədəcəklər, bəziləri ənənəvi cihazlarda qalacaqlar. Bu artıq yenə də dediyim kimi təbəqələşmənin əsas vahid hissəsinə çevriləcək süni intellekt əsasında. Gəlin konspirologiyalardan danışaq. Postinsan dövrü ilə bağlı çox müxtəlif konspirologiyalar var. Siz hansını yaxın hesab və özünüzə yaxın və real hesab edirsiniz? Əslində yaxın və real hesab etdiyim konspirologiya yoxdur, çünki çalışıram ki, konspirologiya müstəvisində düşünməyim. Amma ümumiyyətlə müxtəlif manifestlər var və bu manifestlərin hər birində bir növ insanı nəyin gözləməsi haqqında texnologiyaların inkişafı ilə birlikdə çoxlu təbii ki, bunu mən əslində fərziyyə yox, hipotez adlandırardım. Çünki müəyyən bir iqtisadi və yaxud da ki, datalara əsaslanan elmi fərziyyələrdir. Və məsələn, maraqlı yanaşmalardan biri Kiborg Manifest adlı yanaşmada əksini tapıb və orada belə formada qeyd olunur ki, əslində insanın mahiyyəti dəyişiləcək. Yəni, bir növ biz texnologiyalarla təmas edən zaman texnologiyalar artıq bizim bədənimizin davamına çevrilmir, onlar bizim bədənimizin özünə çevrilir və müxtəlif tiplər və yaxud da ki, müxtəlif protezlər, yəni yeni nəsil protezlərdən söhbət gedir. Artıq insan bədəninin
bioloji nöqteyi-nəzərdən daşıdığı funksiyaları təkrarlaya bilir və bunu ideala yaxın formada eləməyə başlayır və bu mənada sual yaranır ki, məsələn, həmin bu çiplərin insan bədəninə yerləşdirilməsi təbii ki, bir çox hallarda müxtəlif məhdudiyyətləri olan insanların reabilitasiya prosesini həyata keçirir və yaxud da ki, onların həmin o məhdudiyyətlərini aradan qaldırır. Amma digər tərəfdən isə həmin bu çiplərin malik olduğu informasiya qatı həmin bu insanlara qarşı istifadə olunmağa başlayırsa, yəni əlbəttə əvvəlcə bu kütləvləşməlidir bunun üçün. Yəni daha çox sayda insan çipləşdirilməlidir. Yəni onların bədənində bu tip qurğular olmalı. Daha sonra isə artıq yəni bu qurğuların hansı şirkətə məxsus olması və həmin o məlumatların nə dərəcədə təhlükəsiz şəkildə saxlanması sual doğurur ki, bu yenə də gətirir bizi çıxarır məlumatların təhlükəsizliyi məsələsinə, yəni onlar satılacaq yoxsa satılmayacaq. Əgər satılacaqsa insanlar həm sadəcə mənəvi şuur cəhətdən kimliklərini bir növ açıqlamış olmayacaqlar, həm də insanların bədəni də idarə edilən bilən bir hala gələcək. Yəni həmin o çiplərin idarə etməsini əgər satılacaqsa bir şirkətdən digərinə bu artıq çox ciddi təhlükələr yarada bilər. Yəni hiss edilməyəndən Naxalar bəyin cavabının ən əvvəlində danışdıqlarına əsasən qayıdaq. Sizcə biz humanizmdən uzaqlaşırıqmı? İndi qayıdaq o məsələyə. Əslində qalsa indi hazırda beyin-kompüter interfeysi çipləri yaxşı səviyyədə inkişaf edib və onun kommersiyalaşdırılması haqqında da artıq hansı ki bu böyük Neuralink kimi şirkətlər açıqlama veriblər ki, 2030-cu illərdən sonra artıq biz onun kütləvi kommersiyalaşdırılmasını düşünürük. Və hazırda test mərhələsində də çox belə deyim radikal nəticələr ortaya qoyan videolar artıq həmin o şirkətlər tərəfindən də yayımlanır. Hazırda beyin-kompüter interfeysi cihazları nə edir? Hər hansısa bir məhdudiyyəti olan insanlar üçün təkmilləşdirilir və müəyyən testlər aparılır ki, məsələn, bizim görərək beynimizə ötürdüyümüz hər hansısa bir siqnalı beyin-kompüter interfeysindən keçirtməklə hər hansısa bir məsələn məhdudiyyətli insanda öz gündəlik işlərini görə bilmir. Beyin-kompüter interfeysi çipindən istifadə edərək o gördüyü və etmək istədiyi bir funksionallığı hazırda məsələn hər hansısa bir robotlara ötürür. Və robotlar məsələn hər hansısa bir qaşığı tutub yemək yeməkdir. Beynindən ötürdüyü informasiya ilə işlənən proses həmin robotun qolunu hərəkət etdirərək məsələn bir şəxsin öz yeməyini yeməsinə kömək olur. Bu hazırda bizim ən sadə formada istifadə etdiyimiz beyin çip kompüter interfeysi texnologiyalarıdır. Lakin məsələn Elon Musk kimi böyük nəhənglər hansı ki bu texnologiyaların ən böyük təkmilləşdirənlərdən biridir. Onun yanaşması isə nisbətən daha kompleksdir, elə eyni öz təkmilləşdirdiyi çip üçün. O deyir ki, bu hazırda bir səviyyəsidir və biz beyin-kompüter interfeysinin təkmilləşdirilməsindən danışırıqsa, növbəti 10 ildə bəlkə də 15-20-ci səviyyəyə qədər gələcəyik. Burada da artıq proses o qədər inkişaf edir ki, məsələn, biz normal insan olaraq adi işığın süzdüyü rənglərlə görürük. Amma o deyir ki, biz beyin-kompüter çiplərindən istifadə edərək, məsələn, havada olan radio dalğaları belə görə bilərik. Necə? Təbii ki, artıq çiplərlə bir yerdə inkişaf etmiş kompüterlər sayəsində. Gəlin sonda ümumiləşdirək. Post-insan dövrü sizin üçün nə deməkdir? Post-insan anlayışı çox cəhətlidir və özlüyündə əslində bu anlayışa verilən tərəflərə baxsaq, çoxlu fərqli tərəfləri özündə ifadə edir. Bir tərəfdən, əgər biz postmodern nöqteyi-nəzərinə yanaşsaq, post-insan klassik insan modelinin tamamilə hüdudları kənarına çıxan və bir növ belə demək mümkündürsə, bir səhrada, bir düzənlik yolda addımlayan bir yolçudur. Yəni bu yolçu getdiyi hər şəhərdə yeni libasa bürünə bilər. Yəni bugünkü dünyada texnologiyalar bizə imkan verir ki, biz fərqli yerlərdə özümüzü fərqli formalarda təqdim edək və belə deyək, çox üzlü olmaq imkanı əldə edək. Post-insan anlayışı texnoloji məsələ olduğu qədər həm də etik və iqtisadi məsələdir. Çünki bir növ bu texnologiyaların belə deyək, yəni texnologiyaların istehsal vasitəsi olduğunu qəbul ediriksə, bu istehsal vasitələrinin əhalinin, yəni bəşəriyyətin hansı faizinə aid olması ya da onların hansı faiz tərəfindən istifadə olunması əsas sualı, yəni bundan ibarət ki, onlar üçün əlçatan olacaq, yəni bəşəriyyət üçün əlçatan olacaq, yoxsa yalnız müəyyən bir təbəqə üçün əlçatan olacaq. Və bu sualın cavabı əslində post-insan anlayışının mənfi və müsbət yönlərini anlamağa bizə imkan verir. Sizin üçün nədir post-insan dövrü? Əslində mənim üçün insan və AGI dediyimiz AGI nədir? AI-ın inkişaf etmiş formasıdır. AI süni intellektdir. AGI dediyimiz termin isə süni ümumi zəkadır. Hazırda bizim istifadə etdiyimiz süni intellekt alətləri və yaxud da modelləri, chatbotlar
standart bir işin yerinə yetirilməsi üçün təkmilləşdirilib. Yəni məsələn, bəzi süni intellekt alətləri yarayır, məsələn, hər hansısa bir avtomobilləri idarə etməyə, bəziləri yarayır bizimlə söhbət etməyə və yaxud da bəziləri hər hansısa bir spesifikləşdirilmiş iş sahəsi üçün funksionallıqlar təklif edir. Biz hazırda funksional olaraq müxtəlif işləri görə biləcək səviyyədəyik. Məsələn, bəzilərimiz yemək də bişirə bilərik, avtomobil də idarə edə bilərik. Amma süni intellekt ayrılıqlı gedib həm yemək bişirə, həm avtomobil idarə edə bilməz. O səviyyəyə çatacaqsa bizə yer artıq nisbətən bunu demək biraz bəlkə də doğru olmaz, amma insanla eyni səviyyəli bir zəkiyə gəlib çatmış olacaq. Bax ondan sonra artıq postmodern dövrün necə olacağını məncə şərh edə bilərik. Aha. Çox sağ olun. Təşəkkür edirik hər birinizə və gəlin inanaq ki, texnologiya həmişə humanizmə xidmət edəcək. Ümid edək. Gənclər, harda? Mike orada. Mike'da xəbər vaxtıdır. Noyabrın 12-sində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin Gənclər Şurasının 8-ci iclası keçirilib. Gənclər və İdman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Qayrat Sarıbay çıxış eləyiblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AQEM katibliyinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən AQEM süni intellekt üzrə sənət müsabiqəsi və AQEM esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bugün burada biz 110 iştirakçını qonaq etmişik. Bizdə ümumilikdə 20-yə yaxın ölkə burada iştirak edir və bu indiyə qədər qeyd olunan tədbirlər içərisində yüksək səviyyəli iştirak olaraq qiymətləndirilir. Gənclərimiz bu müddət ərzində burada dayanıqlı inkişaf məqsədləri üzrə mövzuları müzakirə edəcəklər. Dayanıqlı inkişaf məqsədlərinin istiqamətlərinə gənclər siyasəti prizmasından baxacaqlar. Həmçinin bu forum çərçivəsində bizim könüllü hərəkatının liderlərinin forumu həyata keçiriləcək. Dayanıqlı inkişaf məqsədlərini yan tədbirimiz var. Burada hansı gənclər panel müzakirələrində iştirak edəcək və 2 gün ərzində gənclərimiz Bakıda bu müzakirələr nəticəsində gənclər siyasətində birgə imkanlar, qarşılıqlı fikir mübadiləsini aparacaqlar. Сегодняшняя площадка еще раз показывает, насколько важно. Bu tədbir gənclərin xüsusi diqqətini çəkməsi ilə öz vacibliyini vurğulayır. Biz anlayırıq ki, məhz bugünün gəncləri gələcəyin aparıcı gücüdür. Yeni ideyaların daşıyıcılarıdır. Bu isə o deməkdir ki, bu gənclik bizim dostluğumuzu bir daha möhkəmləndirəcək. Mən Pakistandan gəlmişəm. Gənclərin süni intellekt sahəsində güclü tərəflərindən danışmaq və müxtəlif ölkələrin gəncləri ilə qlobal əlaqələr qurmaq məqsədi ilə SİKA Gənclər toplantısında iştirak edirəm. Bu təşəbbüsə dəstək göstərən hər kəsə ən səmimi təşəkkürlərimi bildirir, onlara uğurlar arzulayıram. Məncə bugünün gəncləri qarşısında duran ən vacib missiyalardan biri ölkələrimizin mədəniyyətini və dəyərlərini birləşdirməkdir. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşa şəhəri qonaqlara tarixi və mədəni abidələrimizi yaxından tanıtmaq imkanı verəcək. Beləliklə onlar Azərbaycanı daha yaxından tanıyacaq və ölkəmizlə daha möhkəm bağlar quracaqlar. Proqramın yekun mərhələsində iştirakçılar Şuşa şəhərinə səfər eləyərək Qarabağın mədəni irsi ilə tanış olacaqlar. Bəlkə də hər texnoloji addım bizi insanlıqdan uzaqlaşdırmır, daha azad və xoşbəxt edir. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!